Chelsea artıq itirməli olduğu xalı itirib. Bu da Bayern Münxenə itirib bu xalı. Və növbəti oyunu artıq qazandı və bu oyunda da mütləq qazanmaq məcburiyyətindədir ki, yəni Qarabağdan geridədir Chelsea. Eyni xaldılar. Eyni xaldılar və məğlub olsa geriyə düşür. Bəli. Və şanslar da azalır. Yəni bundan sonraki rəqiblər də çətindir. Güc baxımından yox, kağız üzərində yəni əsas rəqibidir Qarabağda. Yəni bu dəqiqə irəli güc keçmək baxımından yox, yəni irəli keçmək üçün, mərhələ adlamaq üçün əsas rəqibi hazırda Qarabağdır və mən sırf əsas heyətlə oynayacağını düşünürəm. Tottenhamın da üzərində də qələbə qazandılar. Bu da bir əlavə bir motivasiyadır, çünki onlar da əsas rəqiblərindən biridir hazırda liqada. Və heç də uğursuz mövsüm keçirdiklərini düşünmürəm. Çox güclüdürlər. Bizim ən böyük bəxtimiz orada gətirdi ki, Bayern Münxen gəlmədi və Real Madrid gəlmədi. Hə, Chelsea gəldi. Liverpool'la da İngiltərə qarşılaşacaq. Dünya çempionudur. Chelsea. Ötən bu futbol arenasında klublar üçün nəzərdə tutulan mümkün olan bütün kubokları götürən yeganə komandadılar və bəli, yayda da dünya çempionu olublar.